Mübarək Ramazan ayı Allahın böyük ayıdır. İlahi ziyafət ayı sayılır bu mübarək ay. Bir ay Allah bizi özünə qonaq eləyib və bu ayda biz Allahın qonağı sayılırıq. Nə böyük bir səadət, nə böyük bir şərafət ki, insan Allahın qonağı yola. Doğrudan da insan üçün böyük bir şərəfdir ki, Allahın qonaqlığında iştirak eləyə. Cəmaət gərək biraz diqqətli olsunlar. Ola bilsin ki, müəyyən insanlar müəyyən üzürlü səbəblərə görə oruç tuta bilmirlər, amma yenə də bu ay çox hörmətli bir ay olduğu üçün gərək hamı diqqətli olsun ki, hansı aydayıq, kimin qonaqlığındayıq. Görsən, insan çox mötəbər və möhtəşəm bir ziyafət məclisində iştirak eləyəndə öz hərəkətlərinə diqqətli olur. Sözünə, özünə, danışığına, davranışına nə qədər diqqətli olur ki, üçün bilir, bu məclis adi bir məclis deyil, bu möhtəşəm və mötəbər bir ziyafətdir. Diqqəti insanın özündən bir dəqiqə də olsun belə ayrılmır. Çünki ziyafətin mahiyyətini dərk eləyir ki, mən hansı ziyafətdəyəm. Allahın ziyafətindən üstün bir qonaqlıq ola bilməz. Şükürlər olsun Allaha ki, Allah bizi lütf eləyib, mərhəmət eləyib, özü buyurub ki, mən sizi qonaq çağırmışam. Allahın bəndəsini qonaq çağırması doğrudan da çox qəribədir. İnsan gərək xoşbəxtçilik hissi keçirə. Özün xoşbəxt saya ki, mən ilahi ziyafətdə iştirak etmək şərəfinə nail olmuşam. Görəsən, məndən üstün və bu əməldən şərəfli bir əməl var ki, ilahi ziyafətdə insan iştirak etmək şərəfinə nail olsun. Allah bir süfrədə açıb, biz insanlara gərək bu süfrədən bacardığımız qədər bəhrələnək. Ramazan ayı Allahın bəndələrinin üzərinə açdığı mənəvi bir süfrədir və bu süfrədə insanın ruhu üçün bir çox qidalar var. O qidalarla insan öz ruhunu möhkəmlədir, öz ruhunu təmizləyir və paklaşdırır. Bu ayla bağlı insanları bir neçə dəstəyə bölmək olar. Cəmiyyətə baxanda, insanlara baxanda mübarək Ramazan ayı bir tərəfdən gəlib, şükürlər olsun, cəmaatın bəziləri oruç tuturlar, çalışırlar, səy göstərirlər. Amma bu ayda insanlar bir neçə dəstəyə bölünür. Bu aydan istifadə etmək baxımından deyirəm bu sözləri. Bəzi insanlar bu ayda ümumiyyətlə istifadə eləmirlər. Bu aydan Allahın bir lütfüdür, Allahın bir fürsətidir, şansıdır ki, bəndələrinə verib, amma istifadə eləmirlər. Heç əhəmiyyətinə varmırlar ki, bu nə aydır. Allah bizim üçün nə boyda bir şans qoyub, fürsət verib bizə. Necə bir rəhmət süfrəsi açıb bizə. Bunun heç diqqət eləmirlər, əhəmiyyət vermirlər ki, necə başqa aylarda nə cür idilər, elə bu ayda da o cür. Başqa aylarda davranışı, danışığı, ünsiyyəti necə idi cəmaatla, indi də o cür. Başqa aylarda cəmaatla qəzəbli danışırdı, elə bu cür indi də elədi. Başqa aylarda cəmaatı acılayırdı, indi biraz acıb, biraz da acıqlı olub, biraz da üstünə qoyub. Allah bir fürsətdir verib, insan özün düzəltsin, mənəvi saflığa çıxsın bu ayda, amma bu adam istifadə eləmir, ümumiyyətlə istifadə eləmir. Birinci dəstə insanlar bulardır. İkinci dəstə insanlar xeyr, hardasa bu ayın fəzilətin, əhəmiyyətini dərk eləyirlər, çalışırlar istifadə eləməyə bu aydan, amma başqa cür istifadə eləyirlər. Bu ayda onlara nə tapşırılıb ki, nə etməlisən, onların hamısına fikir vermir, özündən bir şey fikirləşir, başlayır bu aydan o cür istifadə eləməyə. Bu ayda tapşırılıb sən oruç tutmalısan, Quran oxumalısan, bu ayda tapşırılıb əməllərini düzəltməlisən, Allahın bağışlanmasına, Allahın mərhəmətinə düşmək üçün bu aydan maksimum yararlanmalısan, bunlar heç biri əməl eləmir, üstəgəl özündən, məsələn, gəlir ölüsünə Quran oxudurur. Hədislərdə mən belə bir yerdə görməmişəm ki, ölüyə Quran oxutmaq nə qədər tövsiyə olunub. Düzdür, yaxşı əməldir. Bir adam öz valideyninə Quran oxutdura bu ayda. Ölülərini yad eləyə. Amma bu ayda ən çox tövsiyə olunan əməllər başqa əməllərdir. Bu adam oruç tutmur, heç əhəmiyyətinə də varmır. Ancaq elə bir molla tapsın, ölüsünə bir Quran oxutdursun, özün bu ayda bir növ borcunu vermiş kimi sayır. Danışanda da soralar, deyir ki, hə, mən bir müsəlman kimi, hətta bəzi adamlar belə də deyirlər, vəzifəmə icra elədim, ölülərimi yad elədim, Quran oxutdurdum, heç adam var bunu eləmir. Və belə istifadə eləyirlər.
Amma qazanmırlar, istifadə eləyirlər, amma qazanmırlar. Burada qazanan 2 nəfər olur. Bir ölü, bir də molla. Bu bədbəxtin özü heç nə qazana bilmədi. 50-dən 100-dən verdi mollaya, bir də ki ölünün ruhu orada şad oldu. Bu da tapşırdı onu. Bəs sənə sən qazanmalıydın axı. Elə bir bilirsiniz nəyə bənzəyir? Allah Quranı bizi üçün göndərib ki biz istifadə eləyək. Amma onun bizə olan təsirini, savabını biz yönəldirik özümüzdən başqasına. Halbuki o yerdə biz zərrə qədər də olsun savabımızdan oğlumuz olsa belə vermərik. Qiyamət gününün barəsində hədislər var. Buyurur, hətta bir əməlin, bir insanın bir dənə savabı çatmır ki, cənnətə girsin. Oğuldursa gələr atanın yanına, ata, sən mənim üçün özünü öldürürdün o dünyada. Bir dənə savab nədir ki, qoy mənim əməl dəftərimə, işim düzəlsin, gedim cənnətə. Bütün sənədlərim hazır, qaydasında, amma bir dənə əməl çatmır. Ata buyurar, ata deyər ki, elə mən də sənin günündəyəm, o savabdan mənə də lazımdır, səndə varsa mənə də ver. Qiyamətin günündə insan razı olmaz ki, bir dənə savabı başqasına geçsin. Çünki orada savabın nə qədər insan taleyində rolu olduğunu onda dərk eləyəcək ki, mən bu savabları neynəmişəm? Nəsə bir yaxşı Quran oxumaq, ehsan eləmək, ölüyə hədiyyə eləmək dinimiz qadağa qoymayıb. Yaxşı əməldir, amma özünü yaddan çıxartmamaq şərti ilə. Bir var ki, elə özünü tam unudasan, öz savabı və əməlləri və ancaq çalışasan onlar üçün. Xeyr, İslam buna razı olmur. Çünki insana başa salır ki, o yerdə savab sənə nə qədər lazımdır. Bəziləri bu cür istifadə eləyirlər. Bəziləri bu aydan istifadə eləyirlər və qazanırlar da. Birinci dəstə insanlar ümumiyyətlə qazanmadılar. Çünki istifadə eləmədilər axı. İkinci dəstə insanlar istifadə elədilər, qazandılar, amma özlərinə gəlmədi. Getdi başqasına. Üçüncü dəstə insanlar bu aydan istifadə eləyirlər, qazanırlar, amma qazandıqları qazanc onların cisminə aid olur. Bəli, çəkisi düşdü aşağı məsələn. Biraz arıqladı, əla. Müəyyən xəstəliklər var idi, mədiyə aid, ciyərə aid, böyrəyə aid, oruc onları hamısını düzəltdi. Amma ruh necə? Ruh yenə qalıb elə köhnə vəziyyətində. Nə cür idi? İndi də o cürdür. Necə onda dediyim kimi qəzəblənirdi, necə onda şəhvət var idi, necə onda meyllər var idi, indi də o cür. Yəni qazandığı qazanc mübarək Ramazan ayından ancaq cismə aid oldu. Halbuki Allah orucu vacib eləyib ki, ruh qidalansın. Cisim yox, cisim onsuz da nə qədər qazanırsa qazansın, bir gün girəcək torpağın altına. Nə qədər bu cismi bəsləyirsən, bəslə, xeyri yoxdur. Axırda ilan qurbağaya yem olacaq bu cisim. Mümkün deyil, həqiqət budur. Amma qalan ruhdur, insan ruhudur. O çıxmalıdır saflığa, o çıxmalıdır təmizliyə. Bunu hey saflaşdır bu bədəni, hey gözəlləşdir. Düzdür, İslam cismin gözəlliyinin əleyhinə deyir. Amma bunu başa düşmək lazımdır ki, bir gün bu cisim belə olacaq. Hey bunu ətirrə. 2 gün artıq qalsa istiya günündə iyindən yaxınlaşmazlar ona. Bir gün belə olacaq bu cisim. Amma Allah buyurur, "Attiru ərvahakum bil istiğfar." Bu ayda çox-çox Allahdan bağışlanmaq diləməklə ruhlarınızı ətirləndirin. Bir ətir vurun ruhunuza, ruhunuz ətirlənsin. Necə cisminizi ətirləndirirsiniz, ruhunuza da bir ətir vurun. Allah o ətir nədir? Deyir Allahdan tövbə eləmək. Bəziləri amma 4-cü dəstə insanlar, o insanlardılar ki, həqiqətən bu aydan istifadə eləyirlər, qazanırlar və qazandıqları da cismə aid olmaqla yanaşı ruha da aiddir. Allah bizi o dəstə insanlardan qərar versin ki, Allah buyurub elə, orucu da mən buna görə vacib eləmişəm. Adam hərdən oturur düşünür, Allahın marağı nədir ki, məni aç susuz saxlayır? Ona bir xeyri var? Yoxdursa bəs marağı nədir, məqsədi nədir ki, bax yemə 17 saat susuzdan yan, amma 1 qram su içmə, ta vaxtı gözlə. Marağı nədir? Allah nə məqsəd daşıyır? Allah elə bir 11 ay yemişəm, içmişəm, qoy elə bir ay da yeyim. Deyir, yox, bu 1 ay sən dayan. Yemə, içmə. Allah məqsədin nədir? Özün də demisən ki, mən səni qonaq çağırmışam. Bax, qonaqlıqda yedizdirərlər, çizdirərlər, amma sən əksini eləmirsən. Deyirsən, yemə, içmə. Məqsəd nədir? Deyir, məqsəd bilirsən nədir? Ləalləkum təttəqun. Mən bunu sənə vacib eləmişəm ki, sən bəzi şeylər var ki, onları sən gərək olduğu kimi başa düşəsən, amma başa düşməmisən. Mən səni ac saxlayıram ki, bəzi həqiqətlər var ki, onları sən başa düşəsən. Yemək içməklə sənin çox şeylərdən xəbərin olmayacaq. İndi biri acdır, acdan xəbər, çox şeylərdən sənin xəbərin olmayacaq. Amma ac qalsın, acdan xəbərin olacaq heç. Amma bəzi şeylər də var ki, sənin xəbərin olmalı idi, olmayıb, o ac qalmaq sənə xəbərdar eləyəcək. Nə cür? Bu biri budur. Acların halını görəcəksən sən ki, bunlar nə əziyyət çəkirmiş. Bu ac insanlar nə əziyyət çəkirmiş. Mən gündə
balın yağın içərisində səhər gün orta axşam yemək yeyən insan, sən demə aylarla dilinə ət dəyməyən insan nələr çəkirmiş. Bərabərlik yaranacaq cəmiyyətdə, onun halını insan dərk eləyəcək, ürəyi yanacaq ki, biz gedim ona da bir 5 manat kömək eləyim. Nə gözəl, gör Allah nəyi fikirləşib. O bərabərliyi yaratmaqdan ötürü nəyi fikirləşib. Nəyi əmr eləyir ki, bunu eləsin, yada düşəcək. Qiyamətin aclığı, susuzluğu yadva düşəcək. Sən bu dünyada yeyirsən, içirsən, bilməlisən ki, bir gün gələcək, içmək tapılmayacaq, ha. Bax, bundan sən onu xatırla. Məhşər günü bir gündür düşər təncə xəlaiq, gün isti salar atəş-i suzan əvəzində. Yandırar səni isti gün kimi, isti günəş kimi. Yandırar səni, su istəyərsən, sərinlik istəyərsən, olmaz. Bax, bir gün gələcək, ha bu. İnsan ac qalıb, o yanığını hiss edir. Hətta deyirlər, Ramazan ayı yandırmaq mənasındadır. Ona görə ki, insanın ciyərin yandırır susuzluqdan, məxsusən isti yay günündə. İnsan o qiyamət yanğısını başa düşür və özünü düzəltməyə çalışır. Məqsədin bilirsən, səni niyə görə ac saxlayıram? Çünki sən öz zəifliyi, gücsüzlüyü biləsən. Sən o qədər yemisən, içmisən, dünya malı, şan, şöhrət, hər gün qonaqlıq, ziyafət, gəl indi bir dənə mənim qonaqlığıma, gör sən nəyi başa düşəcəksən burada. Sən başa düşəcəksən ki, gör mən nə qədər zəif adamam, nə qədər gücsüz adamam. Çox oğlanlar var ki, isti yay günündə oruç tutmaq, onları çox üzr istəyir. Elə sındırır ki, özün güclü bilirdi ya bu adam, amma orucluqda bilir ki, nə qədər mən gücsüz adamam. Və həqiqət belədir də. Bəs sən gücdən, qüdrətdən dəm vururdun, 17 saat bir dənə susuzluğa dözümün yoxdur. 17 demirəm, 1 saat dözümün yoxdur sənin ac qalmağa. Bəs nə qədər güclü adamsan sən? Həzrət Peyğəmbər gördü ki, bir neçə adam daş qaldırmaq üçün yarış keçirdirlər. Ki, güclərin sınasınlar ki, görək kim güclü adamdır. Ya Rasulallah, gəl bizim aramızda hökm elə, görək hansımız güclü adamıq. Peyğəmbər baxdı, orada bir söz buyurdu. Buyurdu ki, güclü adam deyir ki, bu güclü daşı qaldıra. Güclü adam odur ki, nəfsi ona güc gələndə qabağını saxlaya bilər. Nəfsinə yox deməyi bacara, o güclü adamdır. Bax, orucluq bunu öyrədir insana ki, yəni mən özümü ola bilər güclü bilim. Amma deyirsən bir dənə oruç tut, ac qal, susuz qal, onda bilcinən ki, sən nə gücsüz, Allah buyurur, nə qədər də güclü insan olsun, dəryanın üzərində bir köpük misalındasan. Necə zərif, incə bir məxluqdur dəryanın üstündəki olan, üzərindəki olan o köpük dayanmağı yoxdur ki. Balaca bir dənə üfləsin onu, aradan gedər. Buyurur, nə qədər güclü olursan ol. İstəyirsən Firon ol, həmin o köpük misalındasan. Allahın əzəmətli qüdrətinin müqabilində. Ki səni, ay Firon, heç batırmadı dəryada. Cismimi çıxartdı sahilə ki, ay cəmaat, görün bu Allahlıq iddiası eləyənin vəziyyətini. Yoxsa Allah onu orada dəryada balıqları yem eləyə bilərdi də. Düz, amma eləmə. Orada Fironun Allahlığına inananlarda bir əfsanə yarana bilərdi. Həqiqətən elə Həzrəti İsa qeybə çəkilən kimi, bizi kimi onlar da deyərdilər ki, Firon getdi qeybə. Belə inanc yaranmasın insanlarda, əksinə onu çıxartdı ki, baxın bu Allahın vəziyyətinə, görün. Köpüklərin arasında qərar vermişəm. Görürsən, insan istidən, susuzluqdan dodağı çatlayır, aclıqdan əl-ayağı əsir, rəngi saralıb. Gücsüzdür, gör nə qədər Allah, mən gücsüzəm. Həmin gücsüzlüydür ki, Əli əleyhissalam komel duasında ona xatir Allahdan rəhm istəyir. Deyir, Allahum mərhəm zəfə bədəni. Allah mənim bədənimin zəifliyinə rəhm elə. Mən elə bilirəm bədənim güclüdür, bir dənə ac